Herkese selam dostlar, ben Yusuf. Ben sizlerle otobüs simülatör Ultimate oynayacağıq. Bilmem ağlımdan keçdi, ne oldu? Dedim böyle otobüs simülatör Ultimate oynayayım. Ben bu oyunu çoktan yüklemiştim. Deməli, kariyerə vuraq. Yavaşdan oyunumuza başlayaq. Sizə tırlarımı falan göstərəcəm, eləyəcəm. Garajımıza gedək. Deməli, 4 tane avtobusumuz vardı. Hamısında pul yığıb almışam. Size göstereyim. Birincisi budur. Adı Setra Topclass S431 DT'dir. Qəşəng avtobusdur. Vallahi 2 qatlıdır. 73 nəfər kapasitesi vardı yığılmaq. Konforu da qəşəngdir. Motor gücü 500 HP'dir. Deməli dostlar, bayaq reklama getdi, bilməm niyə. Nəysə, çox qəşəng avtobusdur. Amma bu oyun bunu sürməyəcəm də. Bunu niyə sürməyəcəm? Çünki bunun rolu pisdir də. Rol vardı, içidir. İç detalı mənə ləzzət eləmir də. Bir də belə avtobusumuz vardı. O da qəşəng avtobusdur. Bunu siz yəqin ki bilərsiniz də. Təkərlərindən baxar bilərsiniz. Qəşəng avtobusdur. Rolu zadı falan qəşəngdir. Amma mən bunu sürürəm də. Mercedes sürürəm. Mənə ləzzət eləyir də. Yəni Türkün əsl avtobusu budur da. Çox qəşəng bir şeydir. Deməli bugün bunu sürəcəyik. Yavaşdan oyunumuza başlayaq. Sefer oluşturaq. Və bu videoya baxaraq hər şeyi öyrənib və maraq alarsınız inşallah. Yavaşdan onaylayaq. Bir dəqiqə yemək almadıq. Buradan yemək alaq. Nə ala bilərik? Bir dənə simit, bir dənə çay. Bir də hamburgerindən su götürüm deyirsiniz. Və buradan bura yolculuq edəcəm, 250 km yol. Özüm oynayacağım. Bir altın verirəm ki tez şey olsun. Adamlar yığılsın. Və səfərə hazırlayırıq, oyunumuz başlayır. İnşallah dostlar videomu bəyənərsiniz. Sizin bəyəniniz çox önəmlidir. Siz videomu bəyənsəniz mən laf önə çıxacağım YouTube'da. Kanalıma da abone olarsınız. Çox qəşəng videolarım vardı. Girib kanaldan izləyə bilərsiniz. Deməli dostlar, oyun başladı. Tırın içi belədir. Baxın, çox qəşəngdir. İndi bunu kodlamalıyıq da. Kodluyuq. Gördüyünüz kimi. Çox qəşəngdir içi. Çevirib boyca baxmaq olur. Ancaq bir şey yapalım. Sonra burada bunları açmalıyıq da. Yoxsa yolcular diğer ki ne bileyim YouTube falan aç, ne bileyim Wi-Fi aç. Sonra buradan istiyat sürüyor. İçeri 32 derece olsun. Yoksa camlar alsın. Bir de ki şimdi yağış yağır, bilmiyorum kar yağır diyesen ha. Temizleyen de açırır. Bir de ki başka neyse. Vırcı vardı, o da yani tuvalettir de bayırdan. O da bizim otobüste yoktu da. Mənim sizə göstərdiyim 2 qatlı otobüs var idi. Onda vardı, Allah lüks əsl otobüs şeydi. Otobüsdür da. Deməli bunların hamısı onaylayırsınız. Rot oluşturulur. Rıya atıp qaza verib onsuz da özü kodlanır. Deməli biraz kasır, onda ayarlardan düzəltə bilərsiniz. Mən indi şeydir. Yayın məsələn. Hətta Mobizeni açmışam, mənə kasır da. Yoxsa kasmaz. Maşın burada diqqətli sürməlisiniz. Maşınlar dəyəndə yolcular əsəbləşir də. Bir də ki maşını yığdırmaq olur. İçin təkcə koltuqları yığdırmaq olur. Bir də ki siqnal da hər şey dahil olmaqla edə bilirsiniz. Mən də siqnal dəyişmişəm. Siqnal belədir. Məncə çox qəşəng siqnalı. Biraz oyun belə kasır, biraz deyəndə yəni bilmirəm də.
İndi onu ayarlarını düzəltməliydim, düzəltmədim. Yaddan çıxdı. Asıl tır oyunu, avtobus oyunudur. Böyle tır oyunu da var da istəsəniz girib yükləyə bilərsiniz. Ama o tır qabağımızdan yox oldu. Oyunda belə buglar falan vardı. İnşallah bunu da düzəltərlər. Buralarda уже yavaşlamalısınız ki, yoxsa maşını çırpacaqsınız. Mesela mən həmişə buradan keçəndə çırpıram. Gördüyünüz kimi yenə. Çünki bu yol pisdir də, buranı düzəltəmir. Mən də ancaq gedib çırpıram. Düzəltsələr çox qəşəng olur. Bir də nə videosu istəyirsinizsə yorumlara yazın da, nə videosu gəlsin. Ona görə video çəkək. Nasıl sakitçiliklə gedirik də. İşığımızı da söndürək, gözümüzə narahatçılıq eləməz. Dediyim kimi videomu bəyənib like eləməyi yaddan çıxarmayın. Baxın, maşını sıxdıqca hər söz deyirlər də, ya insanlar deyirlər, kahvim töküldü. Mənə çırpma. Məndə kalsa elə olsun. Yeni ildir deyə qar yağır da, güncəlləmə gətiriblər. Baxın, aşağıda yazır. Yolcular yəqin bəyənib də otobüsümüzü. Burada yavaşlayırıq. Sonra buradan özünü otomatik atabilirsiniz. 120'ye koyuyorum ben. Siz de koyabilirsiniz. Burada sonra mahnizat vardı. İstediğiniz mahnını koyabilirsiniz. Kardeş sür görək, biz qaldık belə abi. Neyse biz bu yola keçdik, tüpəlimizi gedək. Pardon, düz gedəcəyik. Xaritaları güncəlləmə gətiriblər, bilmirəm ki, ha tərəfə gedəcək. Aslında qıraqlı xarita var, ora baxmadım. Videonun şeyliyim, söndürüm, grafikaları düzəltəcəm. Grafikaları düzəltdikdən sonra bu videonun ikincisini atacağım da. Şöyle, bu oyunda Fenerbahçe'nin maçı vardı. Ona bakacağım. Bir saatten sonra başlayacağım. Sakitçilikdir, gedirik. Yüz kilometre yolumuz qaldı. Biz videonu dayandıracağım. Deməli dostlar, yavaş-yavaş sürürəm.
50 kilometre yol Sağdan mesafesi. çıkın. Buradan çıkar. Bu yol da biraz pis diye çırpar. Çırpar. Şəhərə girdik ücə. Ya girdik şəhərə. Oy. Görəsən neçə minəcək ya? Saxlaya biləcəyəm. Oy yani. Varış noktasına ulaştınız. Çatdıq dostlar. Oy. Tıraşdacaydım. Nəysə, bunu bura belə gətirirsiniz. Park edirsiniz, gətirib falan düz. Sonra qapılar falan açsın. Hər kəs düşür. Və videomuz burada qutarır. Videom bu qədər idi dostlar. Çətin idi. 10 neçə dəqiqə əziyyət verdik. Deməli, videom bu qədər idi. Hə, inşallah videomu bəyənərsiniz, like atarsınız. Bu videonun ikincisini də atacağım. Bu biraz alınmadı da, yəni kastı telefon. İkincisini də atacağım. Sağ olun, salamat qalın.